Salam, bugün sizinlə Azərbaycan Mülkü Məcəlləsinin bəzi maraqlı tərəflərini bircə nəzər salacaq. Əlimizdəki mənbələr, bilirsiniz, bu vacib sənədin çox fərqli sahələrini əhatə edir. Məqsədimiz odur ki, bu hüquqi mətnin içindən sizin üçün ən önəmli, bəlkə də, bəzən gözlənilməz məqamları seçib üzə çıxaraq. Bəli, bəli. Bu məcəllə əslində gündəlik həyatımızdan tutmuş, necə deyim, daha mürəkkəb işgüzar münasibətlərə qədər çox geniş bir spektri tənzimləyir. Gəlin baxaq, sizin üçün konkret nələri seçmişik? Elə isə gəlin şəxsi hüquqlardan başlayaq. Məcəllə sizin adınızı, şərəf və ləyaqətinizi, həmçinin işgüzar nüfuzunuzu qoruyur. Yəni, əgər kimsə sizə qarşı, tutaq ki, əsassız iddialar irəli sürərsə, məhkəmə var. Öz hüquqlarınızı müdafiə edə bilərsiniz. Bu çox vacib bir zəmanətdir. Həmçinin var, yeniyetmələr, deyək ki, 14-18 yaş arası gənclər, onların da bəzi müqavilələr bağlamaq imkanları var. Amma maraqlıdır ki, onların vurduğu zərərə görə məsuliyyət məsələsi də ayrıca tənzimlənir. Bu kimin üzərinə düşür, necə olur? Düzdür, bu çox həssas məqamdır. Eləcə də, baxın, itkin düşmüş şəxslərin ölmüş elan edilməsi qaydaları. Fikir verin, məcəllə burada fərqli hallar üçün fərqli müddətlər qoyub. Orta halda 5 il, əgər həyat üçün təhlükəli vəziyyətdə itibsə, cəmi 6 ay, hərbi əməliyyatlar zamanı isə 2 il xəbər çıxmasa, şəxs məhkəmə tərəfindən ölmüş sayıla bilər. Bu həm hüquqi müəyyənliyi yaradır, həm də vəziyyətin ciddiliyini göstərir. Bəli, şəraitə uyğunlaşdırılıb. Bir də ki, xüsusi qayğıya ehtiyacı olanlar var. Məsələn, danışmaqda, eşitməkdə çətinlik çəkən insanlar. Onların vəsiyyətnamə tərtibi üçün əlavə təminatlar var. Məsələn, şahidlərin iştirakı vacibdir. Çox maraqlıdır. İndi isə, əgər mümkünsə, biraz da iş dünyasına, biznesə toxunaq. Məcəllə sahibkarlığı çox sadə izah edir. Əsas məqsədi mənfəət götürmək olan müstəqil fəaliyyət. Yəqin ki, ən çox eşitdiyimiz MNC-lər və SC-lərdir. Yəni, məhdud məsuliyyətli və səhmdar cəmiyyətlər. Bəli, əsas formalar bunlardır. Və maraqlı bir detal, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla MMC-lər öz illik maliyyə hesabatlarını kənar, yəni müstəqil auditora yoxlatdırmalıdırlar. Bu, məncə, şəffaflıq üçün çox vacibdir. Əlbəttə, şəffaflıq və hesabatlılıq. Səhmdar cəmiyyətlərində isə bilirsiniz, səhmdarların hüquqlarının qorunması ön plandadır. Kimin nə qədər səhmə sahib olduğunun dəqiq qeydiyyatı aparılmalıdır. Bunu da mərkəzi depozitar deyilən xüsusi bir qurum həyata keçirir. Və təbii ki, qazancın, yəni dividendlərin səhmdarlar arasında bölüşdürülməsi qaydaları da aydın şəkildə müəyyən edilib. Nə vaxt, necə ödəniləcək. Bu da bir növ maliyyə intizamı yaradır. Aydındır. Hər bir işin də əsası müqavilədir, elə deyilmi? Əlbəttə. Maraqlıdır ki, məcəllə hətta standart müqavilə şərtlərinə də diqqət yetirir. Yəni, o böyük şirkətlərin hazırladığı, çox vaxt oxumadan imzaladığımız müqavilələr. Qanun deyir ki, bu şərtlər qarşı tərəf üçün həddən artıq ədalətsiz olmamalıdır. Düzdür. Və əlbəttə, öhdəlik pozularsa, cərimə, yəni dibbə pulu tələb etməyində öz qaydaları var. Hətta müasir biznes modelləri üçün də. Bəli. Məsələn, fransizing, yəni başqasının tanınmış markası altında işləmək və ya leasing, əsasən avadanlıqların uzun müddətli icarəsi kimi mövzular üçün də xüsusi maddələr nəzərdə tutulub. Alqı-satqı məsələlərində isə məcəllə bəzən, heyrətləndirici dərəcədə detallıdır. Təsəvvür edin, hətta faydalı və damazlıq heyvanların satışı zamanı. Ciddi, heyvanlarla bağlı. Əgər hansısa qüsur çıxarsa, bununla bağlı xüsusi qaydalar var, zəmanət müddətləri var. Bu göstərir ki, qanun həyatın çox fərqli sahələrində yarana biləcək mübahisələri əvvəlcədən tənzimləməyə çalışır. Gündəlik həyatdan başqa bir nümunə. Mehmanxanalar, onların qonaqların itən və ya zədələnən əşyalarına görə məsuliyyəti də məcəllədə öz əksini tapıb. Bu çox praktik məsələdir. Əmlak və qiymətli kağızlar mövzusu da aktualdır. Əsas bir prinsip, daşınmaz əmlakla bağlı hüquqlar, yəni ev, torpaq və s. Bu hüquqlar yalnız dövlət reyestrində qeydiyyata alındıqdan sonra tam qüvvəyə minir. Bu, sizin mülkiyyət hüququnuzun əsas təminatıdır. Tamamilə doğru. Məcəllə, həmçinin səhim, istiqraz, bu borc kağızıdır, veksel, ödəmə öhdəliyi, kimi fərqli qiymətli kağız növlərini də tanıyır.
Bəli, və təbii ki, bu qiymətli kağızlar bazarı ilə işləyən keşəkarlar da var, brokerlər, yəni müştərilər adından alqı-satqı edənlər, bir də dilerlər var, onlar öz adlarına işləyirlər. Onların da fəaliyyəti tənzimlənir. İnvestorlar üçün isə çox ciddi bir qadağa var. Insider məlumatından istifadə. Bu nə deməkdir? Yəni, hələ ictimaiyyətə açıqlanmayan, amma qiymətlərə təsir edə biləcəyi məxfi məlumat əsasında alqı-satqı etmək. Qəti qadağandır. Bəli, qəti qadağandır. Bu, bazarın ədalətli olması üçün çox vacib bir şərtdir. Çox doğru. Və sonda məsuliyyət məsələlərinə də qısa bir toxunuş edək. Məcəllədə əsassız varlanma deyilən bir anlayış var. Sadə dillə desək, əgər siz hüquqi bir əsas olmadan, necə deyim, başqasının hesabına nəsə əldə etmisinizsə, onu geri qaytarmalısınız. Bu qədər sadə. Elədir. Eləcə də praktikada tez-tez rastlaşdığımız suallar var. Məsələn, aldığınız malda, gördüyünüz işdə və ya xidmətdə bir qüsur çıxarsa, buna görə kim cavabdehdir? Satıcı, yoxsa istehsalçı? Məcəllə bu məsələni də aydınlaşdırmağa çalışır və ya Allah eləməsin, əgər kiminsə sağlamlığına zərər dəyibsə, onun bu səbəbdən itirdiyi qazanc necə hesablanmalıdır? Bax, bu kimi həyati məsələlər də məcəllədə öz həllini tapıb. Həqiqətən də, gördüyünüz kimi, mülki məcəllə həyatımızın və işimizin çox fərqli sahələrini əhatə edən böyük, əsaslı bir sənəddir. Şəxsi münasibətlərdən tutmuş, mürəkkəb maliyyə əməliyyatlarına qədər. Bugün biz sadəcə bəzi əsas məqamlara toxuna bildik, ümumi bir mənzərə yaratmağa çalışdıq. Bütün bu qaydalar təbii ki, ilk baxışda bir qədər mürəkkəb görünə bilər, amma unutmayaq ki, onlar cəmiyyətdəki münasibətləri, necə deyim, nizamlı və ədalətli bir çərçivəyə salmaq üçün mövcuddur. Bəs bütün bu müzakirələrdən sonra sizin üçün hansı fikir daha çox önə çıxır? Hansı sual yaranır? Bu qədər detallı hüquqi tənzimləmə, fərdlərin və bizneslərin sərbəstliyini daha çox qoruyur, yoxsa bəlkə də müəyyən mənada məhdudlaşdırır? Bax, bu məncə üzərində düşünməyə dəyər bir sualdır.